Cənab Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli fərmanı əsasında İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin tərkib hissəsindən ibarət Təşkilat Komitəsinin nəzarəti ilə 30 noyabr 2024-cü ildə Azərbaycan Qiymətləndiricilər Palatası təsis edildi. Bugün 30 noyabr 2025-ci il palatanın yaranmasının bir ili tamam olur. Cəmi bir il. Ancaq bu bir ildə atılan addımlar, görülən işlər, qazanılan etimad illərin təcrübəsinə bərabərdir. Qiymətləndirmə fəaliyyətində şəffaflıq, obyektivlik və beynəlxalq standartlara uyğunluq prinsipləri möhkəmləndirilib. Bu, uğur iqtisadi müstəqilliyimizin və sabit inkişafımızın rəmzidir. Dövlətimizin tarixi qəhrəmanlıq və zəfərlərlə doludur. Qarabağ azadlığı ilə Azərbaycan bir daha öz gücünü, birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər, şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsidir. Dövlətimizin qüdrəti bugün də hər addımımıza ilham verir, yolumuzu işıqlandırır. Bu torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi, onların qəhrəmanlığı, millətimizin iradəsi və yenilməzliyi hər zaman fəaliyyətimizin mənəvi dayağıdır. Bir il ərzində Azərbaycan Qiymətləndiricilər Palatası Dövlət İmtahan Mərkəzi ilə birgə ölkədə fəaliyyət göstərən və bu sahəyə yeni qoşulmaq istəyən qiymətləndiricilərin peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atdı. Bu, əməkdaşlıq nəticəsində qiymətləndiricilər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğur qazanaraq dövlət tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislər kimi fəaliyyətə başladılar. Palata və Dövlət İmtahan Mərkəzinin birgə təşəbbüsləri çərçivəsində keçirilən təlimlər və seminarlar qiymətləndirmə sahəsində peşəkarlığın, şəffaflığın və etibarın möhkəmlənməsinə mühüm töhfə verdi. Cənab Prezident İlham Əliyevin rəqəmsal transformasiya çağırışına, dövlətimizin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq qiymətləndiricilər fəaliyyət proseslərini mərhələli şəkildə elektron müstəviyə keçirirlər. Bu dəyişiklik, şəffaflıq, operativlik, keyfiyyət və effektiv idarə etməni təmin etməklə yanaşı, ölkəmizin iqtisadi sistemində yeni standartların formalaşmasına da təkan verəcəkdir. Azərbaycan Qiymətləndiricilər Palatasının hədəfi müasir iqtisadiyyatda innovasiyaları tətbiq edən, rəqəmsal yanaşmanı gündəlik fəaliyyətə inteqrasiya edən, süni intellekt texnologiyalarından və big data sistemlərindən istifadə etməklə qiymətləndirmə prosesində daha yüksək dəqiqlik, operativlik və şəffaflıq təmin edən nümunəvi qurumlardan biri olmaqdır. Azərbaycan Qiymətləndiricilər Palatası. Adil ol, qərəzsiz ol, peşəkar ol. Birlikdə daha güclü və dayanıqlı sabaha doğru.